xəbər. Deməli, İrandan Əliyevə xəbərdarlıq. İrandan Əliyevə xəbərdarlıq. Deməli, Çinin xüsusi xidmət orqanları İrana gələndən sonra çoxlu Mossad agenti tutulubdur. Onların bir çoxu da Azərbaycanlılardır. Çox əksəriyyəti də Azərbaycan üzərindən keçib İrana. Tutulanların arasında Tacik, Özbək, Türkmen, Gürcü, Qazax, Əfqan və s. vətəndaşlar var. Bunların əksəriyyəti Azərbaycan üzərindən İrana daxil olub. Bir neçəsi də Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini etiraf ediblər. Üstəlik dünən, daha doğrusu AzTV'dən Mahmud Əhməd Necdatın, eks-prezidentin ölümü xəbərləri yayıldı. Bu planlı şəkildə bunu AzTV ona görə yaydı ki, həmin vaxtı İran televiziyası vurulmuşdur. İranda insanlar məlumatsız idi. AzTV'nin yayımı İranda göstərir AzTV'nin yayımı, tutur. AzTV də bilərəkdən yalandan Əhməd Necdatın ölümünün xəbərini yaydı. Bu sifarişli idi. Sifarişli olduğuna görə bunu etdikləri İranda panika yaransın ki, baxın, keçmiş prezident vuruldu. Yəni İranda panika yaratmaq məqsədi daşıyırdı bunu yaymaq. 2 saat sonra İran televiziyası yayımı bərpa elədi. Uzqar bölgədən yayım açdılar, bərpa elədilər. Və yayılan xəbərləri yalanladılar, təkzib etdilər. Lakin İran Azərbaycana buna görə də sərt xəbərdarlıq edib, birbaşa İlham Əliyevə bildirib ki, hazırlaş, müharibə bitər-bitməz səninlə məşğul olacağam. İran salamatçısı İlhamı donmadacaq. Əliyev də qorxusundan tez Əhməd Necdatın xəbərini təkzib etdilər. Təkzib etdi, üstəlik AzTV üzr istədi AzTV. Bəs güya iş İlham Əliyevdən xəbərsiz olubdur. AzTV bunu edibdir. Lakin ölkədə jurnalistlər, məmurlar, siyasətlə maraqlananlar bilir ki, AzTV-də yayılan xəbərlər birbaşa Əliyevin razılığından sonra efirə gedir. Birbaşa Əliyevin istəyi üzərindən belə məlumatlar efirə gedir. Başqa cürə mümkün deyil. İndi İran Azərbaycanların bu hərəkətinə görə AzTV gecə-gündüz pülüyür, gecə-gündüz yalan məlumatlar verir. Ulu Öndər bunu elədi, İlham Əliyev uğruna qar yağdı, İlham Əliyevin siyasət nəticəsində Bakını sel bastı, su bastı. Yəni yalan talanlardan AzTV yalandan başqa heç nə yayımlamır. Bəs necə oldu? AzTV 2 saat sonra üzr istədi. Yeganə doğru xəbəri dünən mən yaydım ki, yalandı, Mahmud Necdat ölməyibdi, vurulmayıbdı. Yoxsa yaymışlar ki, güya İranın mərkəzində Amerikaya xidmət elədiyinə görə gizli 2 oğlu arvadı və özü güllələnibdi. Belə xəbər yaymışlar və mən dedim yalandır. Dəyərlənmədənlərim, Əliyevə, indi bir görün nələr deyəcəm. Əliyevə ikinci konkret xəbərdarlıq göndərilib. Sənin İsraillə, baxın ha, sənin İsraillə hansısa əlaqəni görsən, Zəngəzur, Laçın hava limanlarını başlayaraq ölkəni bombalayacam. Baxın ha, bu xəbəri mən heç adı deməmişəm.